Bu payız Bakı ritmin, səhnənin sehrini yaşadan bir mədəniyyət paytaxtına çevrilir. İlk dəfə keçirilən Bakı Beynəlxalq İncəsənət Festivalı şəhərin səhnə həyatına 7 nəfəs gətirir. Həm janr, həm forma toqquşması gedir müasir incəsənətdə və maraqlıdır ki, bu festival həm musiqi hissəsindən, həm teatr hissəsindən ibarətdir və ən nüfuzlu, ən maraqlı tamaşalar, konsertlər təqdim olunacaq bu 3 həftə sonu ərzində. Dövlət Akademik Filarmoniyasında keçirilən açılış mərasimində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti və dirijor əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə öz nəslinin ən parlaq pianoçularından biri olan Özbəkistanlı Behzod Abdurrayimov çıxış etdi. Konsertdə dünya və Azərbaycan klassiklərinin əsərləri səsləndirildi. Belə festivallar dünyanın müxtəlif ölkələrindən gələn sənətkarlarla tanış olmaq üçün gözəl fürsətdir. Azərbaycan bəstəkarlarının əsərlərini dinləmək və müzakirə etmək mənim üçün həmişə çox maraqlı olub. Bu konsertdə Azərbaycanlı musiqiçilərlə bir səhnəni bölüşmək isə böyük sevincdir. Burada konsertdən əvvəl keçən 2 məşq də çox rahat oldu. Ümid edirəm ki, gələcəkdə daha çox Azərbaycanlı musiqiçi ilə ortaq layihələr reallaşdıra biləcəyəm. London Beynəlxalq Piano müsabiqəsinin laureatı Behzod Abdurrayimovun ifası dinləyicilərə həm texniki ustalığı, həm də dərin emosional ifadəni təqdim etdi. Xatırladaq ki, festival noyabrın 16-sına kimi davam edəcək. Arzu Yusif, Farid Şıxəlizadə, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.